Salam dostlar. Heydər Əliyev mərkəzində İtalyan rəssamın heykəltaraşın sərgisi açılır və həmişəki kimi bəzi eksponatlar açıq havada nümayiş etdirilir. Şəhərimizin sakinləri biz gəlib baxa bilərik. Limondur. Heykəltaraşın adı material yazılıb, ölçüləri yazıb və adı Giuseppe Carta. İçəridə əlbəttə ki, sərginin çox hissəsi içəridədir. Keçən dəfə mən sizə çəkib göstərmişdim. Muzeydə olan sərgiləri, eksponatları. İndi də yəqin ki, bu sərgi də maraqlıdır çox. Ola bilsin bu sərgiyə də vaxt eləsəm gələcəm. İndi bazar günü olsa da işdəyəm və iş arasında gəlmişəm. Bunları sizə göstərməyə. Çox qəşəng, maraqlı rənglər, çox belə açıq, canlıdır. Yəni canlı. Mən indi özümə yeni fotoaparat almışam. Mənim birinci profesional aparatımdır, EOS RP Canon və onunla da çəkilişlər edəcəm. İndi sadəcə şəkillər çəkəcəm bu günləri, video yox. Video öz telefonuma çəkirəm, Samsung A72 və o şəkilləri də ola bilsin bu videonun sonunda yerləşdirdim. Baxın, siz də qiymət verin. Əlbəttə ki, mən tam profesional deyiləm kamerada. Əlbəttə ki, poluprofesional kamera sayılır ya da ki, belə deyək, продвинутый пользователь. Hər biri adam alıb, kameranı öyrənib, yəni işlədə bilər. Onu kommersiya baxımından da işlədirlər. Çox fotoqraflar bu kameraya çəkir. Mən indi bunları da şəklini çəkəcəm o kamerayla. Çox qəşəng çiyələkdir. Bundan əvvəl olan figurlar hələ də buradadır. Yeni yalnız bu üç figur hələ ki gördüm. Bu figurlar da hələ ki buradadır. Bu figurları çəkmişdim, kanalda var. Burada aşağıda da figurlar var. Artıq gedirdim, sonunda gördüm. İşə tələsirəm. Belə istiyotlardır. Belə işlənə. Və bu da, siz deyin, bu nədir? Yaxına gəlmək istədim ki, bu meyvənin hansı meyvə olduğuna baxaq. Pomidordur. Ola bilər tərəvəzli pomidor. Düzdür.
Üstünde yazılı pomidor. Evet, belə uzunsov pomidorlar vardı, indi də var. Yox, balqarski pomidorlar. Onlardan tutma da eləyirdilər. Pomidor. Pomidor imiş. Və orada bir figur da var. O da slivaya oxşuyur. İndi yaxınlaşıb adını oxuyarıq. Yaxınlaşaq bura. Bugün hava qəşəngdir. Çox adam var. Hamı şəkil çəkdirir. Burada artıq qızlar piknikdir deyəsən. Edirlər. Tak, bu sülh rəmzi, symbol of peace. Sülhün rəmzi. Hansı meyvədir bu sizcə? Baxın, burada yazılır. Böyle meyvədir. İndi yuxarı qalxıb orada elanları da çəkərəm sizin üçün. Daha ətraflı bu sərgi haqqında. Turistlər həmişəki kimi burada çox olur. Gətirən maşınlar. Lorenzo Queen sergisinde olmuşam. Yani ki kanalda video da var. Rəfiqəmlə gəlmişdim. Bu yenidir deyəsən. 14 Mart tarixindən gedir. Andrey Astashov fərdi sərgisidir. Qızıl Gülün Sirri. Bu da indi figurlara baxdığımız sərgidir. Təbiətin nemətləri Giuseppe Carta. İtalyandır. Ayın 6-sındandır. Bitmə tarixləri göstərilməyib. Bu hər zaman var burada. Kukla incə sənətdə. Bu da hər zaman var. 3-cü mərtəbədə bu sərgiyə bileti ayrıca alırsınız. Bu sərgidə də oldum həmin günü. Bir daha sizə göstərirəm. Sərginin işləmə, mərkəzin işləmə saatlarını və telefonlarını əlaqə saxlaya bilərsiniz. Və mən artıq buradan, buranı nəyə görə isə hasarlayıblar, nə olacaq bilmirəm. Buradan Narimanov tərəfə gedirəm işə. Sağ olun dostlar. Burada yenilənmə işləri gedir. Baxın. Nəysə yeniləyirlər. Daha gözəl olacaq.